Milli geyimlər hər xalqın həyat tərzini, dünya görüşünü və yaddaşını özündə yaşadır. Tarix bu geyimlərə görünməz mühür vurur. İstifadə olunan parça, tikiş və bəzək üsulları isə mədəniyyətin inkişaf səviyyəsini göstərir. 6-cı Fantazio Mədəni İrs Festivalı çərçivəsində keçirilən Bağçada Güllər sərgisi müxtəlif mədəniyyətləri eyni estetik ideya ətrafında birləşdirdi. Milli Xalça Muzeyində açılan sərgi ornamentlərin və rənglərin harmoniyasında ortaq dəyərlərin, bəşəri gözəllik anlayışının və mədəni irsin vahid ruhunu təcəssüm etdirdi. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Arts Council Azərbaycan, Milli Xalça Muzeyi və Avropa İttifaqına üzv dövlətlərin ölkəmizdəki səfirliklərinin təşkilatçılığı ilə keçirilən sərgidə 16 milli geyim nümayiş olundu. Bağçada Güllər adlı layihə Avropanın milli geyimlərinin nümayişidir. Həmin bu sərgidə Azərbaycanla olan bağlantısı güllər mövzusudur. Həmin bu güllər mövzusu bütün Azərbaycan xalçalarında, geyimlərində əks olunur. Eyni zamanda Avropanın milli geyimlərində hər birində də siz gül ornamentini görə bilərsiniz, gül elementini görə bilərsiniz. Burada Avropa İttifaqına üzv 8 ölkənin milli geyimi təmsil olunur. Sərginin mövzusu çiçəklərdir. Bu da yaxınlaşan yaz fəslinə və nümayiş olunan xalçalara uyğun gəlir. Əsas məqsəd Avropa mədəniyyətini Azərbaycan auditoriyasına təqdim etməkdir. Milli geyimlər həmçinin ölkənin iqlimini və sosial həyatını əks etdirir. Açılış mərasimində çıxış edənlər sərginin müxtəlif mədəniyyətlərin görüşü kimi dəyərləndirdilər. Qeyd olundu ki, xalça ilmələri ilə geyim naxışları bənzər mədəni yaddaşdan yaranıb və buna görə də sərginin Xalça Muzeyində keçirilməsi təsadüfi deyil. Tədbir çərçivəsində Sənət Uşaq Musiqi və İncəsənət Mərkəzinin ifasında rəqs nömrələri nümayiş olundu. Düşünürəm ki, belə mədəni tədbirlər müxtəlif xalqlar arasında ünsiyyəti gücləndirir və onların təbiətini daha yaxşı anlamağa imkan verir. Təqdim etdiyimiz kostyumlar qədim ənənələri və əvvəlki nəsillərin estetik dəyərlərini əks etdirir. Polşanın və Azərbaycanın hər bölgəsinin özünəməxsus tarixi, üslubu və bu kostyumlarda əks olunan gözəlliyi var. Sərgidə parça üzərində canlanan çiçək motivləri xalça ilmələrində də öz əksini tapdı. Bağçada güllər və alpan xalçaları bolluğun, dirçəlişin və ümidin rəmzi olan motivləri ilə diqqət cəlb etdi. Qeyd edək ki, Bağçada Güllər sərgisi fevralın 21-nə qədər davam edəcək. Arzu Yusif, Kəmran Sodoyev, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.